Kərbəlada möcüzə baş verdi. İmam Hüseyn Allahdan icazə alır. Deyir, ilahi, icazə ver, mənim və bütün imamlarım bunlara olan sevgisini aşkar eləyim. Ki, mən bunları nə qədər sevirəm, biz bunları nə qədər sevirik. Oxlara, nizələrə hədəf olum, tikə-tikə doğranım, balalarım əsir olsun, övladlarım qucağımda oxlansın, doğransın, nə olur olsun, heç fərqi yoxdur mənim üçün, nə olacaq sualı vermir Allaha. Maraqlandırmır. Nə olacaq, nə olur olsun, mənim sevgim bunlara sübut olunsun. Çünki bu sevgi bunları tərbiyə eləyəcək. Ox, nizə bəhanədir, söhbət sevgi söhbətidir. Ona görə bitmir bu hekayə. Ox, nizə söhbəti deyil, ox, nizə baş kəsmək bu qadadan bura yığa bilməzdi. Hekayə sevgi hekayəsidir. Eşqin üzərindən pərdə çəkilib, hansı eşq? İmamın ümməti olan eşqi.